Və mart ayını, tutaq ki, martın 1-dən 5-nə kimi məzuniyyətə göndərir, ezamiyə göndərir. Ezamiyə. Bəs yaxşı, bu mart ayında işçiyə nə qədər pul veriləcək? Bunu hesablamaq üçün birinci növbədə martda ezamiyə göndərilir. Martdan əvvəlki 2 ay toplanacaq, əmək haqqları toplanır. 2 ayın iş günlərinə bölünəcək. Gündüz məbləğini tapmaq üçün. 1200 üstə gəlməsin. 1000 böləcəyik. Neçə? 20 ilə 18-in cəmi. Eləyəcək nə qədər? 2200-ü 38-ə böləndə. 2200 bölü 38. 57 manat 90 qəpik. Deməli, bizim işçimizə ezamiyədə gündəlik məbləği 57 manat 90 qəpik olacaq. 4 gün. O zaman 57-90-ı vuracağıq 4-ə. Bərabərdir. 231-60. 231-60. Deməli, ezamiyə haqqı olaraq 231 manat 60 qəpik ödənəcək. Daha sonra ki, tapıram mart ayının bu 4 gün işçi olmayı baxar. O zaman mart ayına görə nə qədər əmək haqqı veriləcək? Mart ayı üçün əmək haqqı. O zaman 1200-ü bölürük 22-yə, vurulup 22-nin 4 günü işdə olmuyor. Vuracaq neçə o zaman? 18-i.